esmeyi bağlayamıyorum akranana. İndice kalbimden vazgeçseler zaman. Bir gurumuz Rabbi esmeyi bağlayamıyorum akranana. Bir gurumuz Rabasmeye bağlayamaz nam kurbana, nam kurbana. Musiki sahasında hanendelerimizin de büyük hizmetleri olmuştur. Mesela rahmetlik Bülbül, Reşit Behbudov ve Şevket Elekberova'yı. Ha böyle İran'da uzun iller dilimizin qadağan olduğu Pehleviler zamanında da radyodan Azerbaycan mahnılarını güzel sesi ve ahengiyle okuyan hem de görkemli gazel şairimiz Ali Ağa Vahid'in gazelleriyle bizi tanış ve serhoş eden rahmetlik Mustafa Payan'dan da hürmet ve hasretle ada parmalıyım. Musiki sanatımızın halk kolu ve onu temsil eden ve yaşadan aşıklarımızın da bu işte büyük hizmetleri olmuştur. Aşıklarımız geçmişte ve indi de kentlerimizde, şehirlerimizde ve el obalarımızda, toylarda ve konaklıklarda öz sazları ve sözleriyle halkımıza neşe vermekle yanaşı musikimizi yaşadıp ve korumuşlar. Biz dilimiz ve halk edebiyatımızın sahasında da onlara borçluyuz. Hem de minnettarız. Sözlerimin sonunda hamınızı bir daha selamlar ve seminarın başarılı geçmesini dilerim. Çok sağ olun. Seni kimdir seven rica karanfil? Sana ben aşıkı şeyda karanfil, karanfil. Seni Gülşen Sara bağ üstte gördüm. Yağın bildim tutup sevda karanfil, 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 karanfil.
aşağı karanfil, 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 karanfil. Seni kimdir seven icat karanfil? Sana ben aşıkı şeyda karanfil, karanfil. Seni gülşen sara babüste gönlüm. Yarim bildim tutup sevda karanfil, 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 karanfil. Hele pajmürde haliyle durupsan, küser günlerine doğma karanfil, 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 karanfil. Yüzünden perdeyi nazik kenarı unutma aşığı aşağı karanfil, 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 karanfil. Möhtərəm xanımlar və cənablar. Birinci Beynəlxalq Azərbaycan Elmi Bədii Musiqi Seminarının başqanı kimi hamınıza xoş gəldin deyirəm. Bugün əziz və şanlı ölkəmiz İranda Azərbaycan musiqi sənətçiləri və musiqi sevərləri üçün çox əlamətdar və unudulmaz bir gündür. Eləcə də bu gün bütün incəsənət xadimləri üçün böyük bir gündür. Neçə aydan bəri çəkilən zəhmətlər, gecəli gündüzlü çalışmalar nəhayət nəticə verib və mədəniyyətimiz sahəsində çalışan bütün sədaqətli və inamlı musiqiçilər, şairlər, yazıçılar və Azərbaycan dil, ədəbiyyat və musiqi həvəskarlarının apardığı işlərin məhsulu indi ona şahid olduğunuz musiqi seminarından ibarətdir. İşin nə qədər çətin və ayaqdan salan olduğunu baxmayaraq, onu aparanların eşqi və həvəsi üzərindən indi bar verməkdədir. Seminarın aparıcısı heyəti, eləcə də elmi heyəti Ordubeş ayından, yəni may ayından başlayaraq 40 nəfərdən əlavə ziyalı və sənətçilərimizin çalışmaları ilə Şəhribərin axırına qədər həftəli və mehr ayından gündəlik iclaslar qurmaqla seminarın işlərini düzənləmişlər. Qeyd etməliyəm ki, əsasən seminarın gedişi və ağır məxarici xalqımızın çiynindədir. Seminarın əsas büdcəsini ziyalılarımız, musiqiçilərimiz, ədəbiyyatçılarımız, dil və mədəniyyətimizin vurğunları təmin etmişlər. Mən bütün Azərbaycan musiqiçiləri və tədqiqatçıları adına öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Qarabağda, Şamaxıda və Bakıda muğam ifaçılıq ənənəsi daha güclü inkişaf etdiyi üçün İran şahları daimi öz saraylarına Azərbaycanın ən məşhur muğam ifaçılarını dəvət edərdilər. Nadir Şahın məclisində Xiləli Müqbilin, Nəsrəddin Şahın məclisində Hacı Hüsnün, Müzəffər Şahın məclisində Sadıqcanın iştiraki və böyük müvəffəqiyyətlə çıxış etmələri və s. bu kimi başqa faktlardan aydın olur ki, Azərbaycan-İran muğamlarının inkişafında musiqi məclislərinin ənənələrinin təsiri olmuşdur. Qarabağ musiqi məclislərində instrumental ifaçılıq ənənələri öz inkişafını tapsa da, bu məclislər üçün əsas xarakterik cəhət xanəndəlik sənətinin inkişaf etdirilməsi olmuşdur. Xanəndə sənəti muğam ifaçılıq sənətində əsas aparıcı qüvvə sayılırdı. Musiqimizdə dolansın yad olan səslər, sərəncam eyləsin mütləq gərək ustad olan kəslər. Oxunsun şeirlər düzgün,
yazılsın şux müxəmmeslər, verilsin ali qiymətlər. Fəqət huşyar olan yerdə xüsusən zövq alar arif muğamat var olan yerdə. Muğamat olmasam rövnav gələr. Muhammed olmasa rövnav gələr mi bəzmi ürfana, məqami ey məqami eşqdə şandır. Mələm ol şəmə pərvana, eğer işkendilersen bize her naşibi gönlüm yakın değil, koymarıp gelsin çeme. Yakındır, koymarıp gelsin çemen güzel olan yerden. Hususen zevkalar arif, muğamat var olan yerden. Yaranmıştır muğamat-ı mecebdir şu gazellerden. Gazeller ihtilat eyler kara gözlü gözellerden. Ey gözellerim tina etme, gözellerim tina etmez bu sevdaya dözenlerden. Gözellerim tina etmez bu sevdaya dözenlerden. Odur ki şad olur diller keman çatar olan yerde. Gerektir halk arasında muhammatım sadalansın. Ey muhammatın sadasından seven kesler sefalansın. Ne başı şu
Yağmur şəhnazın deşur ilə nə bağlansın. Qəmin olmaz sənin hacin, qəmə qəmxar olan yerdən. Xüsusən zövq alar arif, muğamat var olan yerdən. Azərbaycan musiqi mədəniyyətinin hazırki yüksək səviyyəsi, xalqımızın keçdiyi misilsiz musiqi mədəniyyəti tarixi ilə əlaqədardır. Müasir Azərbaycan musiqisinin hazırki vəziyyəti bunu bir daha sübut edir. Üzeyir Hacıbəyov yaradıcılığının ilk dövrlərindən başlayaraq opera və operetta janrlarına xüsusi diqqət yetirməsi təsadüfi deyildi. Onun ilk milli operamı sayılan Leyli və Məcnun 1908-ci il əsəri, əgər ona nəzər salsa, bu prinsiplərin necə məharətlə həyata keçdiyini duya bilərik. Demək olar ki, Leyli və Məcnun operası Şərq aləmində ilk operadır. Həmin operanın sədaları Şərq ölkələrinə yayılmışdır. Bəstəkarın hələ 20-ci əsrin əvvəllərində yazdığı olmasın bu olsun, Məşədi İbad 1910-cu il, Arşın Malala 1913-cü il musiqi komediyaları ictimai haqsızlıqlara, avamlığa, geriliyə qarşı yönəlmişdir. Esir etmiştir seni. Ondan müşküldür ayrı düşmek, lakin çetindir bu görüşmek. Oldum bu yolda mən özüme düşmən. Ayrı düştüm ondan mən ayrı düştüm, ondan mən hey, ondan mən hey, ondan mən hey, ondan. Dönmərəm bu yoldan, of etmərəm hardan. Məqsəddən dönmərəm, ölərəm, keçərəm canımdan. Ölsün düşmən bu üsyandan, qurtarmasın yaxasın. Məhv olsun, qəhr olsun kainat. Onda nə sevgi var, nə həyat. Bu aləm sevgiler, məhəbbət yaratsın, yaratsın. Ah, sevdim səni mən ey nigarım, Rəna gözəlim şən baharım. Sevdim səni yarım, sen benim canım, olmaz özge sevgilim senden ayrı, senden ayrı, senden ayrı. Düştüm Bu seminarda Azərbaycan Cumhuriyyətindən şirkət edən görkəmli alimlərimiz var, musiqişinaslarımız var. Burada təşrif gətiriblər.
Burada Rafiq müəllim İmrani təşriflər var. Profesor Rafiq İmrani Azərbaycan Konservatoriyasının profesorudur. Və Şəmsi xanım Gülməmmədova və eləcə də Ramiz müəllim Mirişli indi təşriflər var burada. Mən bu alimlərin hamısını təşviq eləməyini istəyirəm. Rafiq müəllim, Ramiz müəllim, Çəngiz müəllim, Şəmsi xanım, xalq sizi görmək istəyir. Təşrif buyurun, təşrif buyurun. Respublikanın xalq artisti Ramiz müəllim Mirişli. Buyurun Rafiq müəllim. Ramiz Mirişli. Mahnılarıyla yaşamışıq uşaqlıqdan. Buyurun. Şəmsi xanım Gülməmmədova, Rafiq müəllim İmrani və Çəngiz Mehdipur. Mən sizin hamınıza günəş dolusu xoş arzularımı bildirirəm. Allah hamımızın ailəsinə xoşbaxtlıq, saadət gətirsin. Çox sağ olun, alqışlarınızı verin. Əziz qardaşlar, bacılar, biz bu 2 gündə, inanın, elə bir həyat yaşadıq ki, mən bu 2 günü ömrümün 20 ilinə bərabər tutardım. Ürəyimdə hər bir zaman eşkin salıp necə tufan, bağlamışam sənlə peyman, əl çəkmərəm səndən bir an, Azərbaycan, Azərbaycan. Nizamini doğdu Gəncə, kimdir sevə səni məncə, sevgim sənsən mən ölüncə, Nizamini doğdu Gəncə, sənə yazsın şirin dəstan, Azərbaycan, Azərbaycan.